Herkese salam. Kanalıma ve yeni videoma hoş gelmişsiniz. İnşallah məni hansı gün, hansı saatdə izləyirsinizsə, o gününüz çox gözəl və çox xoş keçər. Burada yoldayam, evdən çıxmışam. Uşaqları rəminə vermişəm, gedirəm dırnaqlarımı düzəltdirməyə. Sizə keçən videoda dırnaqlarımı göstərmişdim onsuz da. Dırnaqlarımın vaxtı gəlib, onları düzəltdirməyə gedirəm. Burada sizə çöldə yeni il üçün buranı necə bəzəyiblər onu göstərirəm. Burada yeni il qəşəng qeyd olunmur, qəşəng də yəni bəzəmirlər, elə belə yalanlar. Yəni Bakıdakı kimi gözəl deyil, bunu deyim. Bir də dırnaqlarımı düzəltdirdikdən sonra qayıdıram, AVM-yə girirəm qaydanda. AVM-də də belə paltarları denəyirəm. Bu gördüyünüz koftaları bəyənmişdim, onları geyinirəm. Hətta burada bu pəmbə kofta üçün əlimlə işarət yapıram ki, bu nədir? Koftanı götürəndə bu qədər qısa görsənmir, əynimə geyinim, koftanın yarısı yoxdur. Yəni qış koftasıdır, bunun yarısı hardadır? Bu qədər açıq sevmirəm. Nəysə içlərində bəyəndiklərimin hamısını geyindim, amma heç biri əynimdə qəşəng qalmadı. İndi kilo aldığıma görədir, yeni doğum elədiyimə görədir, bilmirəm, amma heç birini bəyənə bilmədim. Bir də qış koftalarıdırlar və hamısı çox qısadır. Mən qışın bu qədər qısa koftaya düzgün baxmıram. Soyuqdur, yəni soyuqda bu qədər qısa bir şey mən üşüyərəm. Yəni fikrim budur. Burada da sizə göyərçinləri çəkirəm. Orada göstərdiyim bu bardovu şəkildə daha qırmızı şeydi, videoda daha qırmızı görsən, amma qırmızı deyil, bayağı koyu bir bardovudur yəni. Çox koyudur. Koyu bu bardovu jaketi aldım. Bir də özümə bir neçə bijuteri aldım. Bijuteri eləyəndə ki, bunları aldım. Bunlar çelikdilər, qaralmırlar. Yəni bunu aldım. Sonra sırğa olaraq bundan aldım. Bundan 2 dənə aldım. Çünki hər iki qulağıma da taxmaq üçün. Bir də burada bilmədim. 2 dənə də boyunbağı aldım. Onu da göstərim. 1.50 olanda açmaq çətin oldu. 2 dənə də boyunbağı aldım. Biri belə ürəkdir üstündə. Belə. Biri də bu şəkildədir. Bu arada dırnağımı belə elətdirdim. Mən əslində buz mavisi istəyirdim, amma əllərində bu elə bir mavi yox idi. Belə mavi var idi. Mən də yeni il havası üçün belə stiker yapışdırdım. Hər iki əlimdə də var bu arada. Nəysə, bunları taxacağım. Çünki qulağımda sırğam yoxdur. Qulağımdakı sırğam düşüb, itib, hara itib bilmirəm. Arzu, iyi ki doğdun anne, iyi ki doğdun. Yalan yuvasını. Bomba sürpriz. Amin. Bak kucağı. Let's go party. Kucağı bende.
bunları göstermek istəyirəm. Burada hələ bir sürüsü də var. Kerim bir sürü bir şeyler düzeltip adı günümdə mənə vermişdi. Bir de bunlar var. Böyle maraqlı bir şey eləyib. Deməli, bunun qapağı. Böyle bir şey eləyib. Mesela bunu götürürəm. Bunun bir tərəfini cırıram. Tekandan eləyə bilməyəcəm. Bir dəqiqə. Böyle bir tərəfini cırdım. İçində balaca not qoyub. Hər gün bir not dedi mənə. Mən də elə eləyirəm. Günümə motivasiya olur. Aha. Canım annem. Qutum yoxdur. Hələlik bunun qutusunun içinə atıram. Bunu açıb atmaq istəmirəm çünki. Bir dənə də buradan çəkirik. Ürəyimiz istəyəni açırıq. Ömrün bərəkətli olsun. Yerim səni. Bundan gözəl hədiyyə olar. Bir də bacı mənə hədiyyə alıb. Ad günümə. Amma anam pul verdi. Ailem pul gönderdi. Bacıgil Kerim belə almışdı. Bacıgil də bunu alıb. Uzun müddətdir bunlardan istəyirdim, Mugilərdən. Amma böyük razmer alıb, 40 alıb. Bəzi ayaqqabıların 40'ını, bəzi ayaqqabıların 39'unu geyinirəm. Maalesef bunun 40'ı mənə çox böyük qaldı. Ona görə aparıb bugün bunu dəyişdirəcəyəm. Bir də Melisa mənim üçün belə bir şey hazırlayıb. Bunun içinə gloss koymuşdu mənə. Belə. Yerim səni. Çox şirin idi. Bir də bacı mənə bunlar keçən səfər aldıqlarını bacıya göstərmişdim aşağıdan. Öyle bu poşetin içine töküb yuxarı gətirmişəm. Keçən səfər dediyim, yəni dünən alıb sizə göstərdiyim. Belə bir də 2 dənə də bujeteriya alıb mənə. Bujeteriya deyəndə ki bu bujeteriya deyil. Bunlar şeydilər, çelikdilər. Dəmirdilər yəni, rənglər solmuş. Allergiya da eləmir məndə. Yəni genelde bujeteriyada allergiya eləmir, amma bujeteriyanın belə bir şeyi var ki, çox taxanda, qulağımda çox qalanda rəngi solur, sonra allergiya verməyə başlayır. Amma bunlarda elə bir problem yaşamıram. İkisi də çox qəşəngdir. Bugün bunu taxacağım hətta. De seplərimi, o aldığım bu sepləri falan taxacağım. Səsim bu arada sizə yavaş gələ bilər. Çox yavaş danışıram. Çünki evdə hamı yatıb. Mən durdum, hazırlaşdım. Çünki çətin olacaqdı mənim üçün. Həmən bir banyo yaptım. Sonra qəşəngcə hazırlaşdım. Yüngül bir makyaj elədim. Hardasa yox kimi bir şey. Bir dodağıma içine sürtməmişim. Onu da yeməkdən sonra sürtəcəm. Çünki hələ səhər yeməyi də yeməmişik. Sonra bir də uşaqları evdən çıxmamışdan qabaq uşaqları da yedizdirməliyəm. Südümü də sağmalıyam ki çöldə ən az 2-3 saat vaxtım gedəcək. Şey olmasın, nə uşaqlar acı olsun, nə də mənim problemim olsun deyə. Belə. İndi yavaş-yavaş ortalığı da yığışdırdım. Yavaş-yavaş rameni durğuzum. Gedək yeməyə başlayaq. Yeməyimizi yeyək. Ondan sonra da yavaş-yavaş yola düşələk. Gedək. Bu arada şey də almağı düşünürəm. İndi bilmirəm sifariş verəcəm yoxsa alacağım. Hələ orada qərara gəlməmişəm. Belə şey almağı düşünürəm. Kırmızı özüme dünən şey aldım zaten bordo renginde. Kırmızı değil, bordo renginde bir sivit aldım. Raminin vardı yoxudu bilmirəm. İndi baxacağıq paltarların içinə. Bordo, kırmızı nəyi var. Uşaqlara boy da alaram kırmızı rəngdə. Bir dənə də Kərimə nəsə kırmızı rəngdə nəsə alaram. Yıl başında, yəni yeni ildə bir şəkil çəkdirmək üçün. Evdə çəkdirəcəyik də zaten bir yerə getdiyimiz yoxdur. Burası yeni ildə belə hamımızın bir yerdə kırmızı rəngdə şəkil çəkdirməyə çox qəşəng olar məncə. Belə fikirləşdim. Kırmızı rəngi dırnağımda sevmirəm. Gerçi mən kırmızı rəngi o qədər sevmirəm.
hardasa heç sevmirəm. Bardov yenə rəng okeydir mənim üçün. Ona görə özümə aldığım jaket də bardov rəngdədir. Neyse belə. Gedim işlərimi həll edeyim, yeməyimizi yeyib, ondan sonra evdən çıxacaq. Böyük ehtimalla sizi də özümlə götürəcəyəm. Orada ya çəkəm bilsəm çəkərəm. Nəsə alsam eləsəm. Ne varsa mı? Sana ne var? Ne var mı? Ha. İnanma. Bize airport'a yedirin. Hop hop. Günaydın herkese. Yeni bir günden. Sabahınız xeyir. Dünən gecə çox yorucuydu. Çox gecə oyanmışam yuxudan uşaqlara görə. Ona görə aşırı yorğunam. Suratımın halından və gözümün altından zadından bəllidir zaten. Əvvəl yatacaqdım, sonra qərarımı dəyişdirdim. Dedim ən yaxşısı ki, məluzmu falan yuyum, uşaqları aşağı düşürüm. Yuxarıda da minəni taxaram. O bir an buranı dostlar anlayar. Ay dilim söz tutmur, o qədər yorğunum. Çox yuxum gəlsə aşağıda divanda yataram. Elə daha rahat olar mənim üçün. Çünki burada yatanda yerimdən çıxmaq zor olur mənim üçün getdikcə. Zaman keçdikcə. Uşaqlar yeməyini təzə yeyib qurtardılar. Mən də geyməlisimi yeyim. Ben kullandığım bu böyle. Bu arada herkesin kullandığı şey var ya. L'Oreal, pardon, Bioderma'nın. Ben ondan aldım, onu kullandım. Yani bir paketini tutardım. Belə daha, ürəyim getmədi. Yenə döndüm dolaşdım, buna geldim. Bunlar çay ağacı var. Çok hoşuma geldi. Üzümü peçeteyle silerim. Her zaman. Burada heç şey ildi. Üzümə dəsmal vurmuram. Burnumu silməkdən burnumun tiyarı
üzümü bu toniklə silirəm. Bu arada arkadan uşağın damlanın sesini eşitebilirsiniz. Deniz yatıp damlayla yuxuya getməyib. Arkadan sesi gelebilir. Gözümün altına Püres'in gözaltı serumunu kullanıram. İçinde çok az kalıp gerek. Bundan yeni oldum. Yüzüme de Nivel'in bu nemlendirici kremini istifade edeyim. Pardon, nemlendirici serumunu istifade edeyim. Ve güneş kremi. Güneş kremin ara ara değiştiririm. Bir ara Nivel'in güneş kremini stoklamıştım. Şimdi adı Rise Shine'da. Rise Shine güneş kremidir. Bu arada bu güneş kremini daha çok beğendim. Niye beğendim? Bizde yağlı yağlı kalmış. Güneş kremini her gün kullanırım. Yani şöyle çıksam da hava güneşli olsa da olmasa da. Çünkü bu ışıklar da zararlı. Bu arada deyəsən gözaltımı kremimi vurmadım. Gözaltı kremi de bunu istifade edirəm. Bu içinde qutarıb təzəsi var bir dənə. Məndə açmamış. Dibini görün bunu sonra. Bu arada bu gözaltı kremini məsləhət görürəm sizə. Çox yaxşı nəmləndirir. Çok qəşəng nəmləndirir. Eğer Trendyoldan sipariş verirsinizsə, Trendyolda var. Çok qəşəng nəmləndirir. İnce qırışıq açmaq kimi bir sözü de var ki, markanın ince qırışıq da açır. Ay elə yuxum gəlir, elə yuxum gəlir. Elə yataram. Bir nəfər ola, uşaqlara baxma yat. Biraz yat, heç olmaz. Belə bitirdim. Əynimi dəyişim. Yatan paltarlardan bir kurtulun. Ondan sonra uşaqları düşürdüm aşağı, eşyaları düşürdüm. Əmlərini çıxardım yuxarı təmizləsin. Paltar da yumalıyam. Uşaqların paltarlarını ütüləməliyəm. Neyse onları indi eləməyəcəm. Bir geçsin gün ortanı bir görək ondan sonra eləyərəm.
Mən aldığı ayaqqabıları göstərmişdim. Getdim dəyişdirdim. Dünən o qədər yorğun idum ki, onu sizə göstərmədim, dəyişdirdim. Rəngini də dəyişdirdim bu arada. Bu rəngi seçdim. Kurtkama da uyur bu rəng. O çox tünd qalırdı. Bunu daha çox bəyəndim. Bu arada kalıplarını heç qəşəng tikməyiblər. Niyə yaxşı tikməyiblər? Məsələn, bacım mən aldığı yaxşı idi. Sıxıntı yoxdu, amma ayağıma böyüdü. Bunlarda belə bir sıxıntı yaşadım mən. Bir yere gittim, orada Razmer yok idi. Başka bir yere Svake'ye gitti Ramin'le. Orada da Razmer var idi ama önündeki dikişi yanlış dikilmişti. Bir ayağım yaxşı qaldı, bir ayağımı sıxırdı. Sonra başka bir Svake'ye daha gittik. Çünkü sürekli uşaqlar olduğuna göre ürəyimiz istəyən vaxt çölə çıxa bilmirik. Başka Esvaki'ye gittik. Orada da ki ayakkabıları orada 39 beden çok var idi. Böyle 3 tane var idi. Çok dediğim 3 tane var idi. Birini giyindim. Bu ayağı normal kaldı. Bu ayağı sıktı. Sonra bir tane daha götürdüm. Onun da bu ayağını giyindim. Gördüm yaxşı qalır. Onları cütləşdirib ora koydum. Bunları ayrı götürdüm. Yani məcburiyəm. Başka variantım yok oydu zaten. Belə elədim. Ama yaxşıdır. Bəyəndim. Çox sevirəm mən Ogi'yi. Kan ışıklarını da taxım. Işıkları taktım. Bebeşleri koydum. Şimdi bunu da paramı doldurum. O bilirsiniz nədir? Bilirsiniz nədir? O bir var makinesidir. Uşaqlar üçün almışam. Çünkü qışda məlum bu pətəklər evin belə pətəklər evi çok qurudular havasını. Bunu almışam ki uşaqların başının üstüne qoyuram nemləndirsin deyə. İçine adi su tökürsən. İçi belədir. Adi su tökürsən içine. O bir şey yoktu sadece. Buraya kapağı da takırsan oradan yukarı çıkır. Gelir su gelir. Göstereyim size. Taktım. Taktım toka. Bakın görseniz kameradan. Böyle buxar çıxır. Hatta xod verəm. Buxarını sizə göstereyim. Böyle. O kadar xoda ihtiyaç yoktu. Eşittiğiniz Deniz Hanım'ın sesidir. Bu çantada büyük ihtimalle çok görmüşsünüz. Çok qəşəng şeydir. Bayağı toparlayır. Yukarı aşağı özümden aparıb gətirə bilirəm. Her şeyi de içine vurmuşum. Bunların əmziklərini yıkayayım. Bunlar kaynar suya koyacağım. Ben kaynatmıram bu arada. Hiç bir plastikin çok kaynatılmasının taraftar değilim. Ne olur olsun plastiktir. İster istemez. Kaynar su kifayetli bence. Böyle kaynar suyu tökürəm. Özümə təzə üsul tapmışam. Bunları qurutmaq üçün. Bundan buradan açılan yeri var. Böyle.
Baxıram bura. Belə astıyram quruyur. Və salam. Biberonlarını da yuyum. Özümə çay içim. Sonra da süt sağmaya oturacağım. Bir çay içtim. Yine bir kahve yaptım. Bir kahve de içim. Ve çay ayırttı beni. Özüme bir dilim belə pasta da koydum. Makinam da yanımda. Hem süt sağacağım hem böyle biraz atıştıracağım. Kızlarım da yatır. Bebişlerim de yatır burada. Ay bu arada bu koltuğun bu modelini o kadar beğendim. Evin burası o kadar qəşəng açılıb ki, yani genişləyib. Koltukta əvvəl otururduq, bir tərəf koltukta otururduq, bir də masa sandalye qoyurduq ətrafına, elə yemək yeyirdik Aycüncü bizə gələndə. İndi isə qəşəng masanı açıram, hündürü. Belə açıram, evdə şeylərimiz var. Oradan aşağıdan görsənir böyük ihtimalla. O stullardan var. Onları ətrafına qoyuram, oturuq, yeyirik, sonra onları üst-üstə yığıb qoyuram kənara, bunu da bükürəm, qoyuram. Evin yenə ortası boş qalır və çox belə daha rahatdır, çox rahatdır. Ev bayağı genişdədir. Bir divan evi nə qədər dəyişdirirmiş. Ben de aldım bu arada. Şimdi şu aleti deneyeceğiz. Geliyor. Çok güzel bir oyuncak ya. Çox yorğunam, yorğunluğumu çəkim deyildim. Xəstəxanada gözüm aynasına gəlmişik. Gecə yatmamışam, aşırı yorğunam. Güya duranda açacaqdım videonu ama qaldı. Yorğunluqdan açmayı unutmuşam. Uşaqların gözünə damla damlattılar, sırada gözləyirik. Kızlar belə bir şey aldım. İndi geldi. Kutusunu bir yerdə sızaydım. Heyecandan unuttum. Belə bir kutudadır. Belə. Adı da budur. Bu arada bu reklam değil, bundan almışam. Sonra içinden çıxan da budur. Özünün şeyi var, USB'si var. Yani evdə için kullanabilirik diye çıxartmadım şöyle. Belə bu şəkildəydi. İçində bir dənə kağızı var. Yanında 3 dənə belə rəngli kağız. 3 tane de beyaz kağız gelir. Bu kağızların yapışma özelliği yoktu. Bir de bunlarda yapışma özelliği olan kağızlara da çıktı yapırlar. Yapışkanlı özellikli kağızı da özüm satın aldım əlavə. Hatta bir tane şəkil də çıxartdırdım. Sizə göstərim belə. Çok şirin değil. Bebeşler de tam da olmasa. Yarım yamalak da olsa görmüş oldunuz. Çok qəşəngdi, bayıldım. Yani ben bunu niye... Yanında bir de bu gəlib. Yanında bir de böyle flamaster gəlib. Böyük ihtimalla böyle siyah beyaz çıxardanda onu rəngləmək üçün böyle bir şey gəldi. Ben bunu əsasən niye aldım? Uşaqların hani dəftər yazıram ya onlar üçün. O dəftərə hani bunların aylıq şəkillərindən də bəzilərini çıxardıb belə siyah beyaz da olsa yapışdırmaq. Rəngli var, rəngli aşırı bahadır. Bu dəqiqə onu almağa imkan yoxdur.
diye. Ben de sonradan böyle bir şey tapdım ve çok şirindi, bayıldım. Çok rahat bir şeydi. Yani telefona uygulama yükləyirsən, o uygulamayla ürəyin istəyən şəkli seçirsən, yazı da bu arada yaza bilərsən, şəkli seçirsən, basırsan, çıxdığını alırsan. Yəni çox rahat bir şəkildə. Baxın, bastım, bir dənə də şəkil çıxardır indi. Hemen size çekmek istedim. Hatta böyle çevireyim. Ne boyda şekil seçirsiniz ona göre çıkardır. Altta da böyle demiri var. Öyle oraya yaslayıp durabilirsiniz. Ay bayıldım. Çok şirin bir şeydi bu. Böyle. Çok maraqlıdır.